Abdülhüseyin yaxud Abdülali nə deməkdir? Hüseynin qulu yaxud Abdülali, Əlinin qulu yaxud Abdüzzəhra, Zəhranın qulu, Abdünnəbi, Nəbinin, Peyğəmbərin qulu. Biz deyirik ki, qardaşım, bütün alimlər icma ediblər ki, İmam İbn Həzm icma kitabında nəql edir ki, Allahdan başqasının ismi ilə qulluq vermək, yəni bu cürünə şeylər haramdır, bütün alimlər icma ediblər. Və hətta bu kiçik şirkdir. Məhər Əbdünnəbi və ya Əbdüzzəhra və ya Əbdülhüseyn adları Allaha şərik qoşmaq hesab edilir. Bizdə Mərakeşdə yüzlərlə, minlərlə insan Əbdülnəbi adlandırılmışlar. Məyər sən Əbd sözünü anlayır və başa düşürsən, Əbdünnəbi, yəni Peyğəmbərin xidmətçisi, Əbdüzzəhra, yəni Zəhranın xidmətçisi, Peyğəmbər, Hüseyn və ya Zəhra tanrı deyirlər ki, onlara ibadət edək. Məyər sən şirk sözünün mənasını anlayırsan, lüğətdən anlayışın var, yoxsa anlamadığın hər şey şirk qərarı verirsən? Odur ki, çalış və əsərli bu şeyxdən öyrən. إذا أضيفت لغير الله تعالى وسمي أحد من الناس بهذه الأسماء على جهة معنى الطاعة، على جهة معنى الخادم، لأن العبد في اللغة بمعنى الخادم، فلما أقول عبد النبي يعني خادم النبي، والله ما الطول يكون خادم النبي، يعني يا سعد من استحق أن يكون خادما لسيدنا رسول الله صلى الله عليه وسلم أو خادما لأحد الصالحين. حينئذ بهذا المعنى كلمة عبد لا حرمة فيها، بل الشرع جميعا لا يحرمها ولا يرى بها بأسا. Biz də bu sözlər deyirik. Etiqad etmirik ki, Əbdünnəbi, Əbdüzzəhra ibadət və ilahlıq mənasındadır. Əksinə, xidmət etmək və Allah yolunda itaat etmək mənasındadır. Odur ki, Allah yolunda onun övliyalarını sevirik və onlara xidmət edirik. Övladlarımızı da buna görə belə adlandırırıq. İndi də əsərli şeyxin sözlərini tamamlayaq. والرسول الكريم نفسه كان يراعي مثل هذا الكلام، يعني في غزوة حنين والحديث في الصحيح لما كان الرسول تكالب عليه المشركون وهموا أن يهزموا الصحابة في هذه المعركة، قام الرسول وأشهر سيفه عاليا. ماذا قال؟ قال أنا النبي لا كذب، أنا ابن عبد المطلب. إذن يفتخر بأنه جد عبد المطلب. هل عبد المطلب اسم من أسماء الله؟ طب ليه الرسول ما غيروش؟ لم يقل إن هذا مخالف وهذا حرام، لم يرد، بل كان يقوله في معرض الافتخار. لماذا؟ لأنه عبد بمعنى خادم، هذا معلوم. فتنبهوا أن الذي يطعن في مثل هذا جاهل بلغة العرب، لأنه احنا عندنا فرق بين عبد وعبد. عبد معناها خادم. Əlbəttə ki, ərəb dilini bilmədən elm iddia edən və Feysəl Nurdan nəql edən biri Əbdünnəbi və Əbdüzzəhra sözlərinin mənasını bilmir.